Zamanı değişir daha. Vətən üçün öldürüb ölmür oğullar. Tarixi öyrənməyin bir yolu da ədəbiyyatdır. Tarixçilər, ədəbiyyatşünas alimlər, bu mövzuda bədii əsər yazan müəlliflər Azərbaycan dövlətinin keçmişinə və bugününə aid faktları bəzənmiş rəngli bir mənzərəsini yaradırlar. Bu möhtəşəm tarixi araşdıran tarixçi də, ədəbiyyatçı da onun ədəbi simalarından tutmuş hökmdarlarına, sərkərdələrinə, qəhrəmanlarına kimi hər birini bizə təqdim edirlər. Yazıcı dramaturq İlqar Fəhminin eyni adlı əsəri əsasında hazırlanan Balaca Kişilər tamaşası kimi. İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirən tamaşa həm qürur verici, həm də təsirli idi. Qəhrəmanlıq prosesi bəzən uzun çəkir, bəzən biz əslində həm xalqımızın özünün dəyişdiyini gördük, həm ordumuzun biraz fərqli simasını gördük, həm də ki, eyni zamanda bizim o balaca kişilərin, gənc əskərlərin, yəni mənim özüm üçün şəxsən onlar daha maraqlı idi. Çünki uzun illər təcrübə qazanan, o peşəkar hərbiçilərimizdən hardasa gözlənilirdi ki, bunların peşəsi, ixtisası budur, belə deyək, döyüşmək. Amma məhz o çağırışla gedən gənclər ki, yəni orada biz qəhrəmanlıqlarını gördük, onların qəhrəmanlığı, onların belə deyim, o 44 günün içində birdən-birə dönüb qəhrəman olmaqları, igid olmaqları, bu da oradan məni çox təsirləndirmişdir. Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Balaca kişilərimiz bizim o 44 günlük savaş zamanı böyüdülər. Mənim fikrimcə o 44 günlük savaş vaxtı necə ki bütün Azərbaycan birləşdi, bir yumruğa çevrildi. Təkcə sağlar yox, bizim babalarımızın ruhları da sanki bizlə birləşmişdi. Və biz bu tamaşada onu göstərməyə çalışmışıq. Ona görə də tamaşada təkcə real personajlar yox, həm də tarixi personajlarımız var. Şah İsmail, İbrahim xan, Cavad xan, Hüseynqulu xan. 3 aydan çoxdur bu tamaşaya hazırlaşırıq. Nəticəsini ümid edirəm ki, müəyyən bir dərəcədə borcumuzdan çıxa bilərik. Əslində biz hamımız gənc əskərlərik. Bəlli bir post alınıb və bizi gətirib o posta doldururlar ki, bu postu qoruyun. Artıq buradakı döyüşən şəxslər elə deyim, daha üst rütbələr. Gedirlər irəli mövqeyə. Biz buranı qorumalıyıq. Səhnə əsərində əməkdar artistlər Şövqü Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Süleymanov, Ümman Budaqov, Aras Birimov, Bəhram Əli Heydər, Nurlan Süleymanlı, Mirzəağa Mirzəyev rol alıb. Şah İsmail obrazındayam. Yəni Şah İsmailin də bura gəlməsi təsadüfi deyil. Yəni bu hadisələr illərlə bizim tarixdə olmuş, keçmiş hadisələrdir və burada biz müəllif və rejissorun burada istəyi olub ki, bunların vəhdətini qarşılaşdırsın və həmin dövrü olan hadisələri bugünkü dövrümüzdə yenə səsləndirmək üçün, yəni bu formada tamaşa hazırlanmışdır. Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Qeyd edək ki, İlqar Fəhminin Balaca Kişilər piyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi piyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalibi elan edilib. Müsalə Məmmədzadə, Kamran Sodiyev, Təbriz Abdullayev, Mədəniyyət xəbərləri.